Baxaq 63-cü suala. Bizə deyir ki, A-nın elementlərinin sayı 6x plus 2-dir. B-nin elementlərinin sayı 2x plus 9-dur. Kəsişməsi də x plus 1-dir. A olsun, B olsun. Kəsişməsində x plus 1 sayda elementi varsa, onda NA-da 6x plus 2-dirsə, tək A-da olacaq 5x plus 1. Yəni, kəsişməni çıxırıq. B-də də 2x plus 9-sa, B-dən də kəsişməni çıxsaq, tək B-də x plus 8 dənə element qalacaq. Bu şəkildə. Bizə deyir ki, A-da olub B-də olmayan, yəni A ilə B-nin fərqi 5x plus 1 bərabərdir. 2 vurulsun B-də olub A-da olmayan, yəni B fərq A-ya. 2 vurulsun B fərqamız da x plus 8. Buradan da tapsaq 3x bərabərdir 15-ə, x bərabərdir 5-ə. X-i 5 tapandan sonra deyir, birləşmədəki elementlərinin sayını tapın. N A birləşmə B bərabərdir. A birləşmə B, birləşmə hamısını götürür. Yəni 5x plus 1, üstə gəl x plus 1, üstə gəlsin x plus 8. Bu da bizə verir 6x 7x plus 10. 5-i də yerinə qoysaq, 7 dəfə 5, 35, üstə gəl 10, 45. Baxaq 65-ci sual. 65-ci sualdakı sinifdə ingilis və ya alman dillərinə ən az birini bilən 35 şagird var. Bu nə deməkdir? Ən az birini bilən. Deməli, burada bu sinifdə hamı dil bilir. Yəni, ən az birini bilən deyirsə, deməli, bu sinifdə hamı dil bilir. İngilis dilini bilənlərinin sayı Venn diaqramını çəkək, ingilis yazaq, bir də alman yazaq. Bizə deyir ki, ingilis dilini bilənlərinin sayı, alman dilini bilənlərin sayı 3 misli, yəni 3 dənə alman dilini bilənlərin sayına bərabər. Belə yazsaq, n ingilis bərabərdir 3 vurulsun n alman dilini bilənlərin sayına. Və deyir ki, hər iki dili bilənlərin sayı kəsişmədir. A ilə n-in kəsişməsi də bərabərdir. Hər iki dili bilənlərin sayı 6 mislidir. Deməli, 6 vurulsun n ingilis. Deməli, deyir ki, ingilis dilini bilənlərin sayı hər iki dil bilənlərin sayında 6 mislidir. Onda biz belə yazsaq, ingilislə almanın dilini bilənlərinə bir x yazsaq, yəni hər ikisini bilənlərinə bir x yazsaq, onda buradan n ingilis dilini bilənlərin sayı, deməli, n ingilis dilini bilənlərin sayı olacaq, burada x yazsaq, olacaq 6x. Və n ingilis dilini bilənlərin yerinə də 6x qoysaq, 6x bərabərdir 3 vurulsun n almana, onda buradan da n alman dili bilənlərin sayı olacaq 2x. Aldıq ki, alman dili bilənlər 2x-dir, ingilis dili bilənlər 6x-dir və hər ikisini bilənlər x-dir. Hər ikisini bilən x-dir, almana neçə demişdik? Alman 2x-dir, onda tək almana x düşür və ingilis dili bilənlər də 6x idi, tək ingilisə 5x düşür. Və bizə də deyir ki, bütün şagirdlər dil bilir. Yəni 35 şagird varsa, cəmləyib 35-ə bərabər eləyirik. 5x üstə gəl x plus x bərabərdir 35-ə. 7x bərabərdir 35-ə. X də bərabərdir 5-ə. Bizdən də deməli, x-i 5 tapandan sonra bizə deyir ki, sinifdə ingilis dili bilənlər neçə nəfər? İngilis dili 6x idisə, 6 vur 5 olacaq 30 nəfər. Bir də 67-ci suala baxaq. 67-ci sualda da deyir, hər birində 14 element olan iki çoxluğun birləşməsini. İki çoxluq götürək, biri A çoxluğu olsun, biri B çoxluğu. Hər birində 14 element var. İki çoxluğun birləşməsinə elementlərin sayı 23-dür. Kəsişməyə x yazaq. Hər birində 14 element varsa, tək A-da 14 minus x element olacaq. Tək B-də də 14 minus x olacaq. Bunların birləşməsi deyəndə demişdik, hamısını toplayırıq. Üstə gəl 14 minus x bərabərdir 23-ə. X-dən biri gedir. 28 minus x bərabərdir 23-ə. X də bərabərdir 5-ə. Deməli, orta olanların, yəni kəsişməsində 5 dənə element var.